Salam hamza dostlar. Bu videoda Redmi 15C adlı telefon inceləyəcəyik və həmən başlayaq dostlar. Bu videoda dostlar bu telefon haqqında hər şeyi sizə bildirəcəm və dizaynla başlayaq. Bir də sizdən bir xahişim var. O da odur ki, xahiş edirəm dostlar, bu videoya like ataraq kanala abunə olmağı unutmayın və həmən başlayaq. Dostlar, bu telefonun görmüş olduğunuz kimi ön tərəfdən, yəni çərçivələri heç də pis deyil. Baxmayaraq ki, Samsung modellərində qalın çərçivələri aşağı tərəfdən görürdük. Ancaq burada həm aşağı qiymətdən söhbət gedir, həm də pis olmayan dizayndan söhbət gedir. Görmüş olduğunuz kimi Type-C girişinin yanında da qulaqçak girişini unutmayıblar dostlar. Telefon həqiqətən bu mənada yaxşıdır. Həm burada bir dənə də orada qalonkan gördük. Aşağı sağ küncdə görmüş olduğunuz kimi Redmi 15C yazısını, yəni imzasını görürük. Yan tərəfdə görmüş olduğunuz kimi dostlar barmaq izi sensoru deyəsən bu telefonun sağ tərəfində yerləşdirilib və sim yuvası isə telefonun sağ yuxarı küncündə, yəni sol küncündə yerləşdirilib və arxadanki kamera, öndən də böyük ehtimal bu IPS bir ekrandır dostlar. Kamera düzülüşləri də heç də pis deyil dostlar. Yəni plastik çərçivənin yanında da bu üç rəngi görmək olur. Göy, gümüşü və qara rəngdə telefonu görürük. Həmçinin başqa rənglərdən məncə mövcuddur. Telefon dostlar 4G-ni dəstəkləyir və 2025-ci ildə istehsal olunub avqust ayında. Və bu telefonun 205 qramdır. IP64 su sıçramalarına qarşı dayanıqlıdır sadəcə. Ancaq suyun altında dayanıqlı deyil. Corning Gorilla Glass 3 şeylə, yəni ekran protection sistemlə qorunur və çox da pis deyil, ancaq böyük ehtimal burada AMOLED bir ekrandan gedir. Ancaq burada xeyr. IPS ekrandan söhbət gedir. 120 Hz IPS ekranımız HD+ razreşeniyaya sahibdir və Corning Gorilla Glass 3 ilə qorunur. Heç də yüksək səviyyəli qorunma və heç də yüksək səviyyəli ekran deyil. 254 ppi-lıq bir ekran piksel nisbətinə sahibdir. Ancaq yenə də olsun, qiyməti həqiqətən aşağıdır və Helio G81 12 nanometrlik prosesordan işləyir. Mali G52 MC2 ilə işləyir dostlar. Bu da olduqca aşağı səviyyəli bir prosesordur 2026-ya görə. Ancaq YouTube, WhatsApp və gündəlik işlərinizi çox asan bir şəkildə görəsidir. 2 GHz-lik Cortex A75 və 6 ədəd də 1.8 GHz-lik A55 nüvələri mövcuddur. Gündəlik istifadəyə yarayır, ancaq dostlar aşağı səviyyəli oyunlar oynaya bilərsiniz. 50 megapiksellik kameramız 28 mm və f1.8 diafraqma dəyərinə sahibdir. Gündüz vaxtı yaxşı şəkillər çəkə biləcəyiniz anlamına gəlir. Ancaq prosesorumuz o qədər yaxşı deyil. Piksel işləmə qabiliyyəti aşağı ola bilər və 1080p 30 fps video çəkir. Bu da ekran kartımızın biraz yavaş olmasından irəli gəlir. Dostlar, selfie kamerası 8 megapikseldir. f2.0 HDR dəstəkləyir və 1080p 30 fps-ə qədər video çəkə bilir. Ancaq qaranlıq vəziyyətdə yox. Çünki diafraqmamız olduqca böyük deyil, kiçikdir. Baxmayaraq ki, f2.0 yazır. Böyüdükcə diafraqma kiçilən şeydir. Dostlar, bu barmaq izi sensoru təbii ki də telefonun sağında yerləşdirəsidir. Çünki bu AMOLED ekran deyil və 6000 mAh-lıq böyük bir bateriyası mövcuddur. 33 Wh-lıq sürətli zaryadkanı dəstəkləyir və telefon dostlar, yəni bu şəkildə gəlir, əlimizə çatır. Dostlar, telefon hələ ki budur. İndi sizə Antutu xalını göstərəcəyəm. Dostlar, telefonumuzun Antutu benchmark xalı isə 267.264-dür. 75.951 Antutu xalı burada CPU-ya, yəni prosesoradır. 35.428 ekran kartındadır və digər daxili yaddaş və necə deyək, yaddaşın sürətindən asılı olan xalları görürsünüz. Aşağı səviyyədədir, ancaq gündəlik istifadəyə yarayır. Telefon 350-300 manat civarında bir qiymətə sahibdir. Həqiqətən yəni olduqca görmüş olduğunuz kimi biraz çərçivə məsələsini burada qabardıblar. Ancaq yəni telefon pis deyil. G81 prosesoru, ancaq yəni heç bir yerdə Samsungu belə qiymətə tapa bilməzsiniz. Odur ki, yəni telefondan bu qədər. Dostlar, telefon çox da güclü bir telefon deyil, hətta zəif bir telefon da deyə bilərik. Ancaq yəni gündəlik istifadəyə yarayır. Throttlingi də pis deyil dostlar. Mən bilirəm, istinməsi falan biraz ola bilər, amma throttling yəni aşağıdır. Dostlar, videodan bu qədər. Bu videoya like ataraq kanala abunə olmağı unutmayın. Bu telefon onsuz da dostlar, yəni üst səviyyə performans gözləyən bir insanlar üçün deyil, sadəcə gündəlik istifadə üçün, WhatsApp üçün yetərlidir dostlar. Yenə dostlar, bu videodan bu qədər. Kanala abunə olaraq videonu bəyənməyi unutmayın. Çox sağ olun, salamat qalın dostlar. Özünüzə yaxşı baxın.